Salam dəyərli izləyicilər, əziz tamaşaçılar. Prime TV-nin efirində yayınlanan Qırmızı Masa verilişini izləyirsiniz. Qırmızı Masa verilişinin saat 13:00 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Rusif Məmmədsoydur. Əziz izləyicilər, tarixlər 6 yanvar 2026-cı ili göstərir. İranda baş verən etiraz aksiyaları hər keçən gün, hər keçən saat daha da şiddətini artırmaqdadır və eyni zamanda onu da diqqətinizə çatdıraq ki, hər keçən gün demək olar etirazın miqyası bir qədər də böyüyür. Öncəki günün birinci yarısına qədər 60 şəhərdə etiraz aksiyası, etiraz dalğası müşahidə edilirdisə, daha sonra axşam saatlarına doğru həmin şəhərlərin sayının 72-78 arasında dəyişdiyi ilə bağlı xəbərlər gəlməkdədir. Bir önəmli xəbər var, istəyərdim onu diqqətinizə çatdıraq. Trump'ın çıxışından sonra Xamenei gizli iclas keçirib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump'ın İrana mümkün zərbə barədə açıqlamasından sonra 2 yanvar tarixində İranın Ali Milli Təhlükəsizlik Şurası gecə saatlarında təcili iclas keçirib. Bu barədə New York Times qəzeti mənbələrə istinadla yazıb. Bildirilib ki, iclasın əsas mövzusu kütləvi ixtişaşların qarşısını almaq üçün etirazların minimum zorakılıqla qarşısının alınması olub. Mümkün hərbi hücumların ssenariləri də müzakirə edilib. Mənbələrə görə davam edən etirazlar fonunda yüksək vəzifəli hökumət rəsmiləri qapalı müzakirələrdə İslam Respublikasının yaşam mücadiləsi apardığını etiraf ediblər. Qeyd olunub ki, hakimiyyətin həm sosial gərginliyi artıran iqtisadi böhrana, həm də İsrail və Amerika Birləşmiş Ştatları ilə münaqişənin şiddətlənməsi təhlükəsinə cavab vermək üçün məhdud vasitələri var. Əziz izləyicilər, qeyd edək ki, verilişimizin bugünkü qonağı Ədalət Partiyasının sədri, hörmətli Mütəllim Rəhimovdur. Xoş gördük Mütəllim bəy, hər vaxtınız xeyir olsun. Xeyr, Rusif bəy, xoş gördük. Tamaşaçılarımızı da salamlayıram. Əziz izləyicilər, dəyərli tamaşaçılar, hazırda yayımıza qoşulan çoxsaylı izləyicilərin hər birindən xahiş edirəm. Hər kəs yayımı bəyənsin, paylaşsın. Hazırda 300-ə yaxın tamaşaçı qoşulub artıq bir dəqiqə ərzində yayımımıza. Hər kəsdən bir daha xahiş edirəm. Bəyəni sayını da 300-ə çatdıraq ki, YouTube bunu nəzərə alsın və daha çox insanın qarşısına çıxarsın bu maraqlı müzakirəmizi. Eyni zamanda şərh bölməsində aktiv olaq və bizi hardan izləyirsinizsə onu da qeyd eləməyi yaddan çıxarmayın lütfən. Hörmətli Mütəllim bəy, sualımı əvvəlcə ümumiləşdirib verəcəm. İranda hazırda nələr baş verir və nələr gözlənilir? Bəli, İranda həqiqətən də çox ciddi hadisələrin əsası qoyulub. Əvvəlcə İranın paytaxtı Tehranda xalq küçələrə çıxdı və sosial vəziyyətdən təbii ki, etirazlarını bildirdilər. Bu da təbii bir proses idi. Çünki son dönəmlər dünyada inkişafın, müəyyən qədər tədrici inkişafın getməyinə baxmayaraq, İranda sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşmaqdadır. Və insanlar haqlı olaraq bu tələbdə çəkirdilər ki, İran qonşu ölkələrə silahlı yardımları dayandırmalıdır və proksi qüvvələrinə silahlandırması prosesini İranın milli maraqlarına uyğun deyil və bu xalqın topladığı vergini və dövlətin gəlirlərinin bu cür qüvvələrə verilməsi İranda iqtisadi vəziyyəti kifayət qədər ağırlaşdırır. Və bu tələblər təbii ki, ilk olaraq Tehranda ortaya çıxdı və bayaq da siz qeyd elədiyiniz kimi artıq bu İranın ərazilərinə geniş şəkildə yayılmaqdadır. Yəni, etiraz dalğasının əsasını sosial-iqtisadi problemlər təşkil edir və əhali də sosial-iqtisadi problemlərin əsasını İranın qonşu ölkələrdə münaqişələr yaratmaq, təhlükəli vəziyyətləri idarə etmək məqsədi ilə ölkənin sərvətlərindən istifadə etməsində görülür. Və bunun ardınca təbii ki, etirazlar İranlılar hesab edirlər ki, onlara Fələstində, Suriyada, İraqda, Əfqanistanda hər hansı bir əməliyyatlar aparılması İran xalqının maraqlarına uyğun deyil və bu İran vətəndaşlarının acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarır. Və ikinci bir tərəfdən də bu cür hərəkətlərin olması İranın təcrid olunma siyasətinə aparıb çıxarmaqdadır. Çünki həm Birləşmiş Ştatlar, həm də Qərb ölkələri İrana qarşı sanksiyalar tətbiq edərək İranın dünya ticarətində iştirakına mane olurlar və bu da İranın neft satışını və buradan əldə etdiyi gəlirləri məhdudlaşdırır, eləcə də İranın dünyada inkişaf etmiş texnologiyaları əldə etməsinə mane olur. İlkin nüanslar bundan ibarətdir, amma biz hadisələrə nəzər saldıqda təbii ki, bunun getdikcə daha çox siyasi məna daşıdığını da görürük. Və ixtişaşların, belə deyək, daha doğrusu etiraz aksiyalarının başladığı
ərəfədə Birləşmiş Ştatların prezidenti Trumpın da İran xalqına bir dəstəyini müşahidə elədik və hesab edirəm ki, Venezuela prezidenti Maduro'nun uğurlanmasından sonra Trumpın bu mesajı daha çox effekt doğurdu. Nəinki bundan əvvəl mediada yayılmasına rəğmən elə bir ciddi rezonans doğurmamışdı, amma effekti hesab edirəm Maduro'nun həbsindən sonra daha çox oldu və Trump da açıq şəkildə ifadə edib ki, əgər etirazçılara qarşı İran qüvvələri zor tətbiq eləsələr, Amerika onları tək buraxmayacaq və bu insan hüquqlarının pozulması deməkdir. Baxmayaraq ki, biz ayrı-ayrı şəhərlərdə etirazçılara qarşı güc strukturlarının amansız baskılarını müşahidə etməkdəyik. Və hətta Tehranda elə nümayişlərin ilk günündən belə ölən etirazçılar olmuşdu. Məsələ bundadır ki, artıq İranlıların özündə bir ümid yaranıb. Yəni, İran əhalisi, belə deyək ki, gözünü açandan 79-cu ildən bu yana bir rejimin hakimiyyəti altında yaşayırlar və uzun müddətdə Xamneyinin diktaturası İranlıları əzməkdədir. Və bu hakimiyyətin özünə vurğunluğu o səviyyəyə gəlib çıxarıb ki, İran təcrid olunub və bir çox hallarda İranın apardığı xarici siyasət ölkənin əhalisinin istəklərinə ziddir. Belə biz birini qeyd edə bilərik ki, İran Ermənistanla dostluq siyasəti aparır, amma İranda yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycanla dostluq münasibətlərinin tərəfdarı idi. Biz bunu həm də Pezeşkiyanın təxminən bir ay bundan əvvəl, 2 aya yaxın əvvəl verdiyi ki, biz Azərbaycanla münasibətlərdə günahı özümüzdə axtarmalıyıq. Niyə 1000 kilometrlərlə uzaqda olan İsrail Azərbaycanla yaxşı münasibətlər qurur, amma İran bunu bacarır. Və Pezeşkiyanın bu sözlərinə də İran cəmiyyətindən əks reaksiya gəlmədi. Yəni, bunun özü də bir daha təsdiq edir ki, İranlılar Azərbaycanla normal münasibətlər qurulmasının tərəfdardır. Bu təkcə İranda yaşayan bizim soydaşlarımızın fikri və rəyi deyil. Bu, bütün İran vətəndaşlarının fikridir. Və ona görə ki... O zaman belə çıxır ki, Mütəllim bəy, bugün İranlılar deyərkən türklər qarışıqda bütün İran əhalisi ilə bir 10-15 nəfər tərəfindən seçirilən dini rejim arasında böyük bir uçurum var. Tamamilə həqiqətdir və bu etirazların artıq mən bayaqda qeyd elədiyim kimi siyasi müstəviyə daşıması ondan ibarətdir ki, bu insanlar uzun müddətdə eyni siyasi rejimi görürlər və bu rejim artıq siyasətində xalqın rəyini nəzərə alınır. Və sanki artıq 80-ci illərdə olan siyasət aparılır. Dünya kifayət qədər dəyişir, münasibətlər dəyişir. İranın da yenilənməsinə və bu siyasi prosesləri yeni müstəvidə, yeni çağırışlarla aparmasına ehtiyac var. İnsanlar dünyaya çıxış əldə ediblər. İnternet hər halda nə qədər qadağalar qoysa da İranda müəyyən qədər əlçatanlığı var və bütün bunlar İranlıların da dünyaya çıxışını tələb etməsinə gətirib çıxarır. Və hakimiyyətlə bu ziddiyyətlər təbii ki, sonda bir qarşılıqlı müqavimətə səbəb olmalıydı və bugün bu başlayıb. Hadisələri düzdür, iki prizmadan şərh edirlər. Birinci ondan ibarətdir ki, Xamenei rejiminin indiyə qədər çox böyük təcrübəsi olduğunu və bu cür etiraz aksiyalarının qarşısını almağa qadir olduğunu bildirirlər. Belə bir fikirdə olanlar da var və bunun üçün müəyyən bir taktik addımlara əl atılmasının mümkünlüyü də istisna olunmur. Xüsusilə indiki məqamda biz görürük ki, həm Birləşmiş Ştatlar, həm də İsrail İranı yenidən təhdid etməkdədir. Nüvə proqramının icrasına başlaması və nüvənin zənginləşdirilməsi ilə bağlı İsrail və Birləşmiş Ştatlar İranın istəklərini qəbul eləmir və bu proqramı dayandırmasını tələb edir. Əgər İran rejimi indiki halda məhz o qüvvələr tərəfindən baskıya məruz qalsa, təbii ki, analitiklərin fikirlərinə görə daxildəki bu qarşıdurma səngiyə bilər. Çünki kənar müdaxilə dövlətin içərisində vətəndaş birliyinə və həmrəyliyinə gətirib çıxarır. Bu mütləq bir şeydir. Yeri gəlmişkən Mütəllim bəy, gələn iddialara görə İran tərəfi, İran rəsmiləri əlindən gələn hər şey edir ki, bu və digər formada xarici bir müdaxilə olsun. Tamamilə doğrudur və
İsrailin yenidən İranı bombalaması üçün nə mümkündürsə bunu eləyirlər. Yəni bu da sir deyil və bununla açıq-aşkar görmək mümkündür və İranın yəqin ki, bundan sonra da daha ciddi addımlar atacağı gözləniləndir. Yəni özünün proksi qüvvələri vasitəsilə hücum etməsi və buna İsrailin cavab vermək kimi bir nəticələrə gəlib çıxarılmasını çox istəyərdi. Və Birləşmiş Ştatların Venezueladakı hərəkətləri və Birləşmiş Ştatların son siyasəti onu deməyə əsas verir ki, bu dünya mediasından çıxıb növbəti hədəf kimi həm Kolumbiya göstərilir, eyni zamanda İran göstərilir. Yəni hər iki ölkənin Birləşmiş Ştatların hədəfində olduğu vurğusu xüsusilə də qeyd edilməkdədir. Və kifayət qədər də inandırıcıdır və əsasları var. Və Azərbaycan Respublikası da İranla qonşu olduğundan, üstəlik bizim orada 40 milyona qədər soydaşımızın yaşadığını da nəzərə alsaq, İranda gedən proseslər bizim üçün çox maraqlıdır. Və biz, təbii ki, Azərbaycan dövlətinin siyasəti də bundan ibarətdir və biz beynəlxalq hüquqa kifayət qədər hörmət edən dövlətik. Bir çox məsələlər İranın daxili işidir. Azərbaycan Respublikası təbii ki, buna müdaxilə etmir. Amma proseslərin yaxından izlənməsi bizə ona görə vacibdir ki, bizim qonşumuzda müəyyən dəyişikliklər gedir və bunun Azərbaycana təsiri nədən ibarət olar? Hesab edirəm, bu hər kəsin diqqətində olmalıdır. Əgər proseslər doğrudan İran qüvvələri tərəfindən idarə olunaraq yatırıla bilməsə, bizi çox böyük dəyişikliklər gözləyir və bayaq qeyd edildiyim kimi ikinci qism ekspertlərin fikri ondan ibarətdir ki, bu etiraz dalğası İranın yeni müstəvidə ortaya çıxmasına gətirib çıxara bilər. Və bunlar nədən ibarət ola bilər? Düzdür, Azərbaycanda bununla bağlı bəzi şəxslər çox optimist bir mövqe tuturlar. Bu da başa düşülərdir. Biz arzumuzla reallıq arasında bəzən fərqlərin olduğunu da müşahidə edirik. Arzumuzu reallıq kimi təqdim edib sevinə də bilərik. Amma İranla bağlı əgər beynəlxalq güclərin planı əsasında bu qarşıdurma başlayıbsa və bu etiraz dalğası başlayıbsa, təbii ki, o plan əsasında da sonraki senarinin davam etməsi başa düşülərdir. Yəni, başqa cür ola bilməz. Yəni, bu idarə olunan bir gücdür. Amma biz bu sualı da verməliyik və qəti əmin olmalıyıq ki, doğrudan İranda baş verənlər kənar müdaxilə nəticəsində olur. Bu mümkündürmü? Bunu da istisna eləmək olmaz. Sadəcə olaraq İranda yetişmiş böhran vəziyyəti kənar qüvvələrin bunu idarə etməsinə səbəb ola bilər. Bu da mümkündür. Biz hətta bu ötən ilin iyun ayında 13 günlük İsrail-İran müharibəsində gördük ki, biz İranın paytaxtında İsrailin kəşfiyyatının hansı əməllər törətdiyi və dronların havaya qaldırıldığı, təxribatçı hərəkətlər törətdiyi kimi halları müşahidə edilir. Yəni, indiki müqavimət hərəkatında da kənar kəşfiyyat qruplarının olması və müəyyən qədər xalqın etirazlarını istiqamətləndirməsi mümkündür. Və bu nə ilə bağlı ola bilər? Biz artıq görüntülərdə də müşahidə edirik. İranda dinc vətəndaşlar, etiraz dalğasında iştirak edənlər silahlanırlar və onlar əlində avtomat silahlar və digər silah sursatlarının olduğunu müşahidə edirik. Yəni, bu çox ciddi məsələdir. Yəqin ki, bu silahları dinc vətəndaşlara ötürən bir mənbələr var və bunlar yox yerdən bu silahları ala bilməzdir. Və onların meydanda istifadəsi özü də ayrıca bir suallar doğurur. Yəni, belə çıxır ki, artıq hökumət qüvvələri ilə əhali arasındakı barışmazlıq silahlı müstəviyə daşınmaqdadır. Bu, həqiqətən bir ölkənin taleyi üçün çox kritik bir məqamdır. Və xüsusilə Azərbaycanın qonşuluğunda olması bizim üçün də bu prosesin diqqət mərkəzində olmasını tələb edir. Biz mümkün gələcək ssenariləri diqqətə alıb və ona hesab edirəm ki, hazırlaşmalıyıq. Və bu sahədə də mütəxəssislərin rəylərinə diqqətlə nəzərdən keçirilməsi lazımdır. Biz ən müxtəlif ssenariləri diqqət almalıyıq, hesab edirəm ki, və çox güman ola bilsin ki, İranla bağlı bu proses
müəyyən dəyişiklikləri gətirib çıxara bilsin. Bunun üçün əsas varmı? Təbii ki, var. Birinci ondan ibarətdir ki, Birləşmiş Ştatların son zamanlar apardığı siyasət ona hesablanır ki, o Çinlə dünya hegemonluğu üçün mübarizədə onun iqtisadi dayaqlarını və enerji mənbələrini zəiflətmək niyyətindədir. Venezuela biz bilirik ki, Çinə ucuz neft məhsulları ötürüldü. Bunun qarşısı alındı. İkinci belə bir ölkə İrandır, üçüncü isə bildiyimiz kimi Rusiyadır. Artıq İranla bağlı bu proses başlayıbsa, bu onu deməyə əsas verir ki, İrandan Çinə gedən, daşınan neft və qaz məhsullarının qarşısını almaq Birləşmiş Ştatların əsas hədəfidir ki, bu Çinin dünya səviyyəsində bir ixracatçı ölkə olmasının qarşısını alsın. Bəli, bəli. Bundan sonra Rusiya ilə artıq müəyyən bir masa ətrafında oturub danışmaq mümkündür. Birləşmiş Ştatlarla Rusiya arasındakı danışıqları nəzər. Ona görə də şübhəsiz ki, İranla bağlı dəyişikliklərin dayandırılması inandırıcı deyil. Birləşmiş Ştatlar hədəfinə addım-addım yaxınlaşır. Uzun zaman, yəni Trump hakimiyyətə gələndən sonra belə bir mövqedə sərgilənirdi ki, Trump qeyri-ciddi prezidentdir və Amerika siyasi həyatında bunu qədər qeyri-ciddi bir addımlar atan ikinci prezidentə rast gəlinməyib. Amma biz xüsusilə də bu ittihamları Rusiya-Ukrayna müharibəsində müşahidə edirdik. Amma görsənən ondan ibarətdir ki, Birləşmiş Ştatlar heç də dünya hegemonluğuna asanlıqla əldən vermək istəmir. Baxmayaraq ki, son zamanlar mediada çox qütblü dünya haqqında daha çox danışılır. Mənə gəlir ki, bu haqda danışmaq hələ bir qədər tezdir. Birləşmiş Ştatların biz bu siyasi gedişlərini, bu oyunlarını bir daha diqqətlə nəzərdən keçirməliyik. Ola bilməz ki, 200 ildən çox tarixi olan bir ölkə birdən-birə bu qədər qeyri-ciddi siyasi gedişlər edərək ölkənin nüfuzunu kifayət qədər aşağı salsın və dünya üzrə hegemonluğunu əldə etsin. Amma son zamanlar görsənir ki, Birləşmiş Ştatların atdığı bütün addımlar onun milli maraqlarından qaynaqlanır. Və əgər bundan əvvəl Birləşmiş Ştatların addımları özünün və müttəfiqlərinin mənafilərini qoruyubsa, bugün Birləşmiş Ştatların bir müttəfiq olmadığı görsənir. Onun maraqları bütün dostlarının və müttəfiqlərinin üzərində dayandığını göstərir. Bu faktı da qəbul etməyimiz lazımdır. Ona görə də biz indiki halda deyək ki, Birləşmiş Ştatların İrana qarşı təzyiqlərinin davam edəcəyini qəbul etməliyik. Və bu təzyiqlər şübhəsiz ki, İranda müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Bu, hakimiyyət dəyişikliyi də ola bilər. İranın siyasi coğrafiyasında da hər hansı bir dəyişikliklərin baş verməsi mümkündür. Sadəcə olaraq, bayaq da qeyd etdiyim kimi, bu ehtimalları bir daha hesablamağımız lazım. Bu arada əziz izləyicilər, bir daha xahiş edirəm izləyən hər kəsdən ki, yayımı bəyənməyi unutmayın lütfən, bu bizim üçün çox vacibdir. Hörmətli Mütəllim bəy, deməli diqqət çəkən məqamlardan biri də yayılan kəşfiyyat məlumatlarıdır. Nə qədər reallığa əks etdirir bunu söyləmək çətindir. Ancaq bir neçə gün öncə vəziyyət əgər nəzarətdən çıxarsa, Xamenei Moskvaya qaça bilər deyən Sky News var və bununla bağlı İsrail kəşfiyyatında müxtəlif fikirləri var ki, hətta bunu bir detallı şəkillərə təqdim edirlər ki, Xamenei əgər Moskvaya qaça, vəziyyət nəzarətdən çıxsa, yəni ordu, həmin o etirazçılar tərəfə keçsə, əmrləri yerinə yetirməsə, o 20 nəfərlik qrupla birlikdə onların içərisində öz ailə üzvləri də daxildir, qaçacaq Moskvaya. Bu nə qədər realdır sizcə? Nə qədər belə real görünür bu hadisə? Rüstəm bəy, təbii ki, əgər xalqın etirazları davamlı olsa, Xamenei və onun komandası İranda qala bilməz. Bu, onların fiziki cəhətdən məhvinə və bundan da əvvəl onlara qarşı böyük işgəncələrə səbəb ola bilər. Amma Qərb mətbuatının, xüsusilə bu Birləşmiş Ştatlarda, İsraildə, sosial mediada yayılıb, bunların da reallığı əks elətdirdiyini düşünmürəm. Çünki bu cür məlumatları, kəşfiyyat məlumatlarına istinad edən bu, medianın təbliğat materialından başqa bir şey deyil. Normal, məntiqli insan oturub düşünəndə də baxırsan ki, İranın müttəfiqi kimdir? Rusiya ola bilər, İran ola bilər. Düzdür, başqa müttəfiqlər də var, amma həmin müttəfiqlər
Xamneyi və İran rəhbərliyini qoruya bilməz. Bu iki ölkədən birini seçməlidir. Seçim bu ikisi arasında olmalıdır. Və bunun üçün xüsusi kəşfiyyat məlumatlarına da ehtiyac yoxdur. Və indinin özündə də bu cür bir planın hazırlanması və bununla bağlı bir iclas çağırılması, bir marşrut çizilməsi xüsusi bir vaxt, qabiliyyət də tələb eləmir. Bu sadəcə olaraq medianın, hesab edirəm ki, xüsusilə də qərbdən dəstəklənən medianın İran etirazçılarına bir dəstəyi hesab olunur. Yəni artıq ictimaiyyəti həvəsləndirmək və etiraz dalğasını daha da alovlandırmaq üçün ictimai fikrə belə bir ideyanı yeritməyə çalışırlar ki, Xamneyi qaçmağa hazır. Bunun üçün nə lazımdır? Etirazlar daha da coşsun, daha geniş yayılsın və heç kim meydandan geri çəkilməz. Bu informasiyanın məğzi bundan ibarət. Və təbii ki, qeyd etdiyim kimi, əgər etiraz dalğasının sonunda Xamneyi hakimiyyəti duruş gətirə bilməyəcəksə, bu Rusiya və Çin arasında bir seçim eləyəcək və bunun qaçış marşrutu da hesab edirəm ki, fövqəladə planlaşdırılan bir məsələ deyil. Tərlərinə oturub gecənin birində İranda aradan çıxacaqlar. Vəssalam, bu qədər bir sadə bir şey var. Sadəcə olaraq bunların qəbul olunması məsələsi də belədir ki, iki ölkə arasındakı bir təmaslara da bağlı. Yəni, həm Çin rəhbərliyi, həm də Rusiya rəhbərliyi ilə bağlı təmaslara bağlıdır. Bu təmaslarda olubmu və Rusiyanın reaksiyası necədir? Əgər kəşfiyyat məlumatları bunu detallı şəkildə ortaya qoysaydı, bu inandırıcı informasiyalardır. Amma bu bayaq dediyiniz məlumatlar yalnız kabinetlərdə mütəxəssislər tərəfindən işlənmiş informasiyadan başqa bir şey deyil. Amma bu informasiyalarda hesab edirəm ki, İranda ictimai aksiyalara çox böyük müsbət təsir göstərir və insanları meydana axışmağa sövq edir. Çünki bilirsiniz, xalqla hakimiyyət arasındakı ziddiyyət o qədər dərinləşib ki, artıq insanlar İranın gələcəyi necə olacağını belə düşünmürlər. Və onlar yalnız qəzəb və nifrət o həddədir ki, tək bu hakimiyyət geçsin. Və sonra nə olursa olsun, bunu taleyin bəlkə də ümidinə buraxırlar. Və belə bir vəziyyət təbii ki, heç də İranın indiki belə deyək, hakimiyyətinin və idarəçiliyinin heç də xeyrinə deyil və İran indiki dövləti hesab edirəm ki, kifayət qədər də bir dəyişikliyə məruz qalmaq ərəfəsindədir. Mütəllim bəy, eyni zamanda elə həmin günlərdə demək olar ki, İsrail tərəfi bir qərar çıxartdı. Bunu yenə də qərb mediası başladı tirajlamağa. İrana dəmir zərbəsi, səhv eləmirəmsə, təxminən əməliyyatın adı bu cür idi. Ancaq detallar açıqlanmırdı. Belə bir məqamda İsrailin İrana mümkün zərbələrini gözləyirsinizmi? Əslində, biz bayaq da qeyd etdiyimiz kimi, əgər İsrail indiki halda İrana zərbələr endirərsə, bu etiraz aksiyalarının dayandırılmasına gətirib çıxarır. Və İran dini faktordan istifadə edərək İslam həmrəyliyi adı altında bütün İranlıların düşmən hesab elədiyi və şeytan ölkə hesab elədiyi İsrailə qarşı birləşməsinə gətirib çıxarır və sonda da təbii olaraq etiraz aksiyaları dayanmış olur. Amma bu cür hücumlar hesab eləmirəm ki, Xamneyi hakimiyyətinin sonunu gətirəcək. Çünki bundan əvvəlki müharibədə də yəni ayrı-ayrı hakimiyyət nümayəndələrinin öldürülməsi sistemin dəyişməsinə gətirib çıxarmır. Sistem olduğu kimi qalır və nə qədər ki, İrandakı mövcud idarə etmə sistemi var, burada ayrı-ayrı şəxslərin dəyişməsi İranın daxili və xarici siyasətin dəyişməsinə gətirib çıxarmayacaq. Və İran yenə də İsraillə gərgin münasibətdə olacaq, İran yenə də Azərbaycanla gərgin münasibətdə olacaq, İran Ermənistanla dost olacaq, proksi qüvvələri ilə regionda təxribatlar törətməyə çalışacaq və s. və ilax. Və sonda da nəhayət dünyadan təcrid olunmuş bir şəkildə yaşamağa davam edəcək. Ona görə sistemin dəyişməsi lazım. İsrailin kənardan müdaxilələri İranda sistemin dəyişməsinə gətirib çıxarmır, bununla nəticələnmir. Sistemin dəyişməsi üçün daxili bir belə deyək, müqavimət lazımdır. Yəni, xalq ayağa qalxır, hakimiyyətdə olan bütün qüvvələr sıradan çıxarılır, yeni qüvvələr yadır. Bu məsələnin bir tərəfi. İkinci nümunədə bu günlərdə belə deyək ki, Maduro'nun həbsi ilə bağlıdır. Yaxud da kənar bir
super güc girir İrana, Tehrandan hakimiyyətdə olan bütün əsas qüvvələri götürüb əsir götürür, yaxud doğruluyur və bundan sonra kənardan bir nəfər idarə edən şəxs qoyulur. Bununla da sistemi dəyişmək var. Bu iki yoldan başqa bir sistem deyil. Təbii ki, ikinci yol o qədər də qəbul ediləcək bir variant deyil. Çünki güclü ölkələrin öz gücünə istinad edərək zəiflərə müdaxilə edərək onların hakimiyyətlərini dəyişmək və bir gecənin içində prezidentlərini uğurlaması, dövlət başçılarının uğurlaması yaxşı bir nümunə yaratmır. Və bu, dünyada ümumiyyətlə bütün münasibətlərin hərbi və güc müstəvisə keçməsinə gətirib çıxarır. Belə çıxır ki, bir neçə günün və bir anın içərisində bir ölkə əməliyyat keçirib digərini işğal edirsə, artıq o haqlı sayılır. Bu da təbii ki, müasir və inkişaf edən dünya üçün uğurlu bir variant deyil və dünyada münaqişələrin sayı həddən artıq çoxala bilər. Ona görə də mənə elə gəlir ki, İsrail bu arada bir qədər səbirli davranacaq. Əgər indiki halda İranda hakimiyyət dəyişikliyi məsələsi qoyulubsa, İsrail İrana raket zərbələri və kənar müdaxilələri birbaşa həyata keçirməyəcək. Təbii ki, etirazçıları bu və ya digər şəkildə dəstəkləyə bilər dolayı yollarla, amma birbaşa müdaxiləsinin olacağına inanmıram. Yox, əgər qərb qüvvələri hesablasalar ki, indiki müqavimət hərəkatı hakimiyyəti devirməyə yetərli deyil, onlar hakimiyyəti də bir qədər zəiflətmək üçün bəli, İrana növbəti zərbələr endirə bilərlər. Bu növbəti zərbələr İrandakı etiraz dalğalarını və aksiyalarını müəyyən qədər səngidəcək və fasilə veriləcək. Bunun üçün də müəyyən bir müddət lazımdır. Növbəti periyodda artıq zəifləmiş İran hakimiyyətinə qarşı yeni xalq hərəkatı yarana bilər. Bunun üçün isə zamanın bir qədər uzanacağını qeyd edə bilərik. Deməli, təbii ki, dünyanın müxtəlif bölgələrində biz sözün həqiqi mənasında 3-cü Dünya müharibəsini izləyirik desək yanılmarıq. Ancaq bütün bunlarla yanaşı, təbii ki, bunların bir ana xətti də var. Rusiya-Ukrayna cəbhəsində baş verən hadisələr. Oradan da xəbərlər var. Hörmətli Mütəllim bəy, Rusiyanın neft obyektləri vuruldu. Lipetsk və Başqırdistanda yanğınlar başladı. Rusiyanın Lipetsk vilayətinin Usman şəhərində dron hücumlarının nəticəsində neft emalı zavoduna zərbə indirilib və obyektdə yanğın baş verib. Müsavat xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub və yanğın söndürmə əməliyyatları davam edir. Rəsmi qurumlardan hələlik hücumun nəticələri barədə ətraflı açıqlama verilməyib. Eyni zamanda Başqırdistanın Stelitamak şəhərində də partlayışları qeydə alınıb. Burada neft kimya zavodu hədəf alınıb. Partlayışların səbəbləri və zərərin miqyası hələ də araşdırılır. Hücumlar nəticəsində insan tələfatı barədə məlumat verilmir. Lakin obyektlərdə maddi ziyan yarandığı bildirilir. Və xüsusilə mən xəbərləri oxuyarkən, hörmətli Mütəllim bəy, demək olar biz sizinlə hər həftə müzakirə edirik, bu məsələlərdə xüsusilə müzakirə edirik. Rusiya-Ukrayna cəbhəsində Ukraynanın bu dron hücumları ilə bağlı açıqlamalar verərkən çox istisna hallarda Rusiya tərəfindən belə həssas açıqlamalar eşidirik. İnsan tələfatı ilə bağlı açıqlama verilmir, yanğının miqyası çox böyük olub. Bu onu deməyə əsas verir ki, həqiqətən də Ukrayna tərəfindən havaya qaldırılan həmin dronlar bu və ya digər formada hədəfinə çatıb. Sizcə, bax, bu hücumlar nə qazandıracaq Ukraynaya? Biz əvvəla təəssüf eləməliyik ki, hələ də 2026-cı ildə Rusiya-Ukrayna müharibəsi davam edir və günahsız insanların qanı axıdılır. Bu, həqiqətən də 21-ci əsrdə insanların silahlı qarşı durma və cəbhə bölgəsində həlak olması utanverici bir hadisədir. Bunu xüsusilə qeyd etmək lazımdır. Amma bununla belə reallığı qəbul eləməliyik. Fakt ondan ibarət ki, müharibə davam edir, tərəflər bir-birinə zərbələr endirirlər və bu məqsəd də ondan ibarətdir ki, Ukrayna öz ərazisini və suverenliyini qorumaq niyyətindədir. Rusiya isə özünün dediyi kimi təhlükəsizlik məqsədi ilə bu cür əməliyyatlar aparır. Və hər iki ölkə itirir. Həm insan potensialını itirir, resurslarını itirir, eyni zamanda iqtisadi baxımdan çox böyük zərərə məruz qalınır. Ukraynanın zərbələri artıq biz son 6 ayda müşahidə edirik ki, həqiqətən də ciddi nəticələr verir. Və bu dron zərbələrinin artıq müəyyən olmuş nöqtələrə dəqiq şəkildə atılması və zərbələrin hədəfə dəyməsi Rusiyanın ciddi şəkildə iqtisadi
resurslarının dağıdılmasına gətirir. Dünya nə qədər etiraf olunmasa da, düzdür, yaşıl enerji və alternativ enerji adları altında müəyyən qədər ictimai fikri yönətməyə çalışsalar da, yenə də neftə olan ehtiyacı alternativ resurslar əvəz eləyə bilmir. Və Rusiya iqtisadiyyatı da və müharibənin aparılması da təbii ki, neft məhsulları üzərində bu. Rusiya həm neft məhsullarını satır, eyni zamanda müharibənin idarə olunmasında və hərəkətə gətirilməsində bu yanacaqlarda müstəsna dərəcədə istifadə edilməkdədir və daxili təminatını da, yəni əhali təminatını da bununla yerinə getirir. Və bunun dağıdılması təbii ki, Rusiya üçün üç aspektdə zərərlidir. Yəni, xarici, belə deyək, ixracı həyata keçirə bilməyəcək, hərbi maşın işləməyəcək və insanlar etiraz aksiyasına qalxacaqlar. Və Ukrayna tərəfi də hesab edirəm ki, Avropa ölkələri ilə birlikdə oturub bunu hesablayıblar və bu cür hədəflərə zərbələr edir. Əgər fikir versək, təxminən 2 il əvvəl Birləşmiş Ştatların hətta özü də belə Rusiyanın enerji resurslarına zərbələr indirilməsinin əleyhinə çıxış edir və bunun yol verilməz olduğunu bildirir. Xüsusilə də Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bununla bağlı çox ciddi etirazlar bildirir. Yəni, bu yol verilməzdir, müharibəni başqa səmtdən və başqa istiqamətdən aparmaq lazım. Nəyə gətirib çıxaracaq? Təbii ki, Rusiyanın da, onu da qeyd edək ki, adekvat zərbələr olur və həqiqətən də təəssüf doğuran cəhət ondan ibarətdir ki, Rusiya işğal elədiyi ərazilərdə demək olar ki, hər yeri altın üstünə çevirib. Yəni, bütün infrastrukturlar demək olar ki, dağıdılıb və bunun da artıq bərpa olunması üçün milyardlarla, yəni 800 milyarddan çox vəsaitin tələb olunduğundan bağlı da bir proqnozlar verilməkdədir. Tərəflər təbii ki, sülh əldə etmək istəyirlər. Bunu biz həm son zamanlar Ukraynanın verdiyi rəsmi açıqlamalardan görürük. Eyni zamanda Rusiyanın sülh prosesində iştirakı da bunu təsdiqləyir. Amma hər bir tərəf özü qalib olaraq bu müharibədən çıxmaq istəyir. Və təbii ki, davam edən bir müharibədə qalib tərəf kimi bu müharibədən çıxmaq və sülh sazişini imza atmaq mümkün deyil. Tərəflər güzəştə getməlidir və güzəştə getməsələr bu cür zərbələr, qarşılıqlı zərbələr davam edəcək və hər iki ölkə zəifləyəcək. Və hər iki tərəfdə təbii ki, çox ağıllı insanlar var, müdrik insanlar var və onlar da oturub hesablamalıdır. Bu cür müharibə kimə sərf edir? Bu nə Rusiya sərf eləmir, nə Ukraynaya sərf eləmir. Ona görə müharibənin dayandırılması ən yaxşı variant. Biz artıq dünyada yeni bir siyasi dönəmin davam elədiyini, başladığını görürük. Və bu dönəm isə, belə deyək ki, Birləşmiş Ştatların hegemonluğunu qorumağa xidmət edir. Və bu müharibə də hesab edirəm ki, indiki halda məsələ Birləşmiş Ştatların maraqlarından xidmət etməkdədir, maraqlarından xidmət eləməkdədir. Rusiya işğal elədiyi ərazilərdə möhkəmlənmək və bu əraziləri Rusiyanın ərazisi kimi tanınmaq tələbini irəli. Bu da ifrat bir tələbdir və yol verilməz də həqiqətən. Yəni, bu qədər maksimalist yanaşma doğru deyil və əgər sən istəklərinin əldə olunmasında maksimalist yanaşma göstərəcəksənsə, heç nəyə nail olmayacaqsın. Rusiya da bunu dərk etməlidir. Və situasiya da hər zaman dəyişə bilər. Bugün Avropanın o potensial yoxdur ki, Ukraynaya elə bir dəstəyi versin ki, Rusiyanın yerində oturda bilsin. Amma sabah bunun dəyişməyəcəyini də bilmək olmaz. Sabah Amerika digər sahələrdə özünün siyasi və iqtisadi maraqlarını təmin edəndən sonra Ukraynaya da yardım edə bilər və Ukrayna cəbhəsində artıq dönüş yarar. Bunu dərk etmək lazımdır. Və Rusiya tələblərindən geri çəkilməlidir. Ukraynada müəyyən qədər reallığı dərk etməlidir. Çünki Ukraynanın Rusiyanın içərilərinə zərbələr indirməsinə baxmayaraq, cəbhə xəttində irəliləyişlər əldə etməyin mümkün deyil. Düzdür, bu heç nəyi dəyişmir. Tutaq ki, Rusiyanın 5 şəhəri, 5 kəndi işğal etməsi, yaxud da Ukraynanın bunu geri qaytarması
müharibədə hər hansı ciddi dönüş yaratmayacaq. Və 3 günə Kiyevi işğal edəcəyini deyən Rusiya 4 ilə yaxınlaşır, bu niyyətini yerinə yetirə bilmir. Və ən pis nüans ondan ibarətdir ki, artıq Birləşmiş Ştatların Venezuelanı belə deyək ki, ələ keçirəndən sonra Rusiya nə deyəcəklər? Avropa ölkələri nə deyəcək? Putinə, Trump nə deyəcək? Bunun özü də belə insanda maraq oyadır. Yəni, bir insanın kənar bir ölkəyə müdaxiləsi ilə bağlı iradlar deyilməli. Və Birləşmiş Ştatlar bu iradları deyə biləcəkmi? Deyə bilərsə bunun cavabı alınacaq. Avropa deyəcəkmi? Avropa desə, yenə də bir cavab veriləcək ki, siz bunu Birləşmiş Ştatlara da irad tuta bilərsiniz. Yəni, dünyada çox pis bir president yaranır. Yəni, bu president də dünyada heç də sülhün və ədalətin qorunmasına xidmət etmir. Ən böyük fəlakət və bəla bundan ibarətdir. Ona görə də... Elə yeri gəlmişkən, Mütəllim bəy, Maduro'nun başına gələnlər Putini narahat edir mi sizcə? Bilirsiniz necədir? Mən düşünmürəm ki, Moskva Maduro'nun başına gələn əhvalatı yaşaya bilər. Bu biraz mümkünsüzdür. Çünki birincisi, Venezuela Amerika Birləşmiş Ştatlarının yaxınlığında yerləşir və hərbi sənaye potensialının demək olar ki, tamamilə əhatə olunmuşdur. Və hərbi birləşmələr demək olar ki, Venezuelanı izolyasiya eləmişdilər. Hətta Maduro ələ keçirilməmişdən əvvəl Venezueladan Çinə gedən tankerlər Birləşmiş Ştatlar tərəfindən ələ keçirilmişdi və Trump da dedi ki, biz onları geri qaytarmayacağıq, nefti də istifadə edəcəyik. Yəni, açıq şəkildə belə bir mövqe ortaya qoymuşdur. Amma Moskvanın bütövlükdə Birləşmiş Ştatlar tərəfindən mühasirəyə alındığını demək olmaz, bu mümkün deyil. Ona görə də Putini belə bir aqibət gözlədiyini söyləmək olmaz. Biz hətta dünya prezidentlərinin qorunmasında reytinglərə baxsaq, Rusiya kifayət qədər yüksək yerdə dayanır və bunun mümkünsüz olduğu göstərir. İkinci bir tərəfdən də Moskvadan, hətta belə deyək, ən yaxşı halda ehtimal olaraq Putin ələ keçirilibsə onu Rusiyadan kənara daşımağın özü o qədər də asan deyil və xeyli vaxt aparır. Bunun özü də mümkünsüz olduğu göstərir və həm də onu nəzərə alaq ki, Rusiyanın kəşfiyyat strukturlarının, Venezuelanın kəşfiyyat qurumlarının gücü arasında da çox böyük fərq var. Yəni, bunları müqayisə eləmək belə yersiz. Ona görə də Putin bu cür haldan hesab edirəm sığortalanır. Aydındır, hörmətli Mütəllim bəy. Mən sizə təşəkkürümü bildirirəm, minnətdaram dəvətimizi qəbul elədiniz, iştirak elədiniz. Çox sağ olun, var olun bəy. Mən təşəkkür edirəm, çox sağ olun. Əziz izləyicilər, dəyərli tamaşaçılar, qeyd edirəm ki, verilişimizin bugünkü qonağı Ədalət Partiyasının sədri, hörmətli Mütəllim Rəhimov idi. Bir neçə önəmli xəbər var, eyni zamanda maraqlı xəbərlər var ki, istəyirəm onları da son olaraq mən sizinlə bölüşüm, sizlərin diqqətinizə çatdırım həmin xəbərləri də. Deməli, Rusiya-Ukrayna müharibəsindən yenə də xəbərlər gəlməkdədir. Şok, Rusiya Amerikanın zavodunu vurdu, Putin həyatının səhvini etdi. Ukraynanın Dnepr şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində Amerika Birləşmiş Ştatları kapitalı olan iri sənaye obyektinə zərbə endirilib. Müsavat xəbər verir ki, zərbə Amerika Birləşmiş Ştatlarının Bunge şirkətinə məxsus zavoda dəyib. Müəssisədə geniş tanınan Oleyna markalı günəbaxan yağı istehsal olunur. Hücum zamanı zavodun yağ saxlanılan rezervuarlarından biri zədələnib və nəticədə 300 ton günəbaxan yağı şəhərin yollarına axıb. Hadisə səbəbindən Dneprin bəzi küçə və magistrallarında bir neçə gün ərzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yerli sosial şəbəkə səhifələrində yayılan video görüntülərdə puanın birbaşa yağ rezervuarına dəydiyi anlar əks olunub. Kadrlar qısa müddətdə geniş rezonans doğurub, əziz izləyicilər. Eyni zamanda İranla bağlı xəbər, İranda şok olay. Təhlükəsizlik qüvvələri yaralı etirazçıların olduğu xəstəxanaya basqın elədi. 2026-cı il yanvarın 4-ü axşam saatlarında İranın İlam şəhərində İmam Xomeyni adına xəstəxanada insident baş verib. Müsavat xəbər verir ki, məlumata görə küçə qarşıdurmaları zamanı yaralanan etirazçılar tibbi yardım almaq üçün xəstəxanaya gətirilib. Bundan sonra təhlükəsizlik qüvvələri tibb müəssisəsinə daxil olub, bildirilib ki, silahlı qüvvələr yaralıların saxlanılması məqsədi ilə xəstəxananın şöbələrinə zorla girib, göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Hadisədən sonra Amerika Birləşmiş Ştatları Dövlət Departamenti baş verənləri kəskin
kəskin şəkildə pisləyib. Qurumun bəyanatında və X sosial şəbəkəsindəki fars dilli rəsmi hesabında insident qəddar hücum və insanlığa qarşı cinayət kimi qiymətləndirilib, təhlükəsizlik qüvvələrinin hərəkətləri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib və vurğulanıb ki, xəstəxanalar güc strukturlarının əməliyyat məkanına çevrilməməlidir. Bax, İranda da bu cür hadisələr baş verməkdədir, əziz dostlar. Beləliklə, daha bir maraqlı qırmızı masa verilişinin, müzakirəmizin sonuna gəlib çatdıq. Bugünkü müzakirəmiz zamanı biz həm İranda baş verən hadisələr, həm Venezuela və İran arasında ortaq məsələlər ki var, Amerika Birləşmiş Ştatlarının iki məsələyə münasibəti necədir, ona birgə bir təhlil eləməyə, analiz eləməyə çalışdıq. Bu dəqiqəyə qədər bizi izlədiyinizə görə hər birinizə təşəkkürümüzü bildiririk. Təxminən bir saat sonra növbəti canlı yayımda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.